İndi isə daha ətraflı. Qusarda Azərbaycan Open Beynəlxalq Dağ Xizəyi turniri start götürüb. Beynəlxalq Xizək və Snowboard Federasiyasının təqviminə əsasən təşkil olunan yarışda qadın idmançılar mübarizə aparır. Azərbaycan Open Beynəlxalq Dağ Xizəyi turnirində ölkəmizlə yanaşı İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Hong Kong, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Özbəkistan və Qazaxıstandan müxtəlif yaş kateqoriyasında 20 qadın idmançı iştirak edir. Şahdağ Turizm Mərkəzində təşkil olunan turnirin ilk günü idmançılar Dağ Xizəyinin slalom növündə bacarıqlarını nümayiş etdiriblər. Bu yarış bu ilin bütün idman növləri üzrə ilk beynəlxalq yarışıdır və Azərbaycan Qış İdman Növləri Federasiyasında bir səhifədir, yeni səhifədir. Dağ Xizəyi üzrə Azərbaycanda ilk dəfə keçirilən yarışdır. Yarışda bizim idmançımız Anastasiya Papatoma bizi təmsil edir. Həmin idmançı Olimpiya oyunlarında kvalifikasiya qazanıb, lisenziya qazanıb. Ümumiyyətlə bu yarış bizə gələcəkdə daha mötəbər yarışların keçirilməsi üçün təkan verəcək. Bu il ərzində qış idman növləri üzrə bir neçə yarışlar keçiriləcək. Mart ayında bizi həm Avropa çempionatı, digər qış idman növü üzrə, Moqol idman növü üzrə, həm Avropa çempionatı, həm Dünya Kubokunun finalı keçiriləcək. Və gördüyünüz kimi bu idman növü də inkişaf edir. Artıq bilirsiniz ki, bir aydan sonra Olimpiya oyunları bizi gözləyir və artıq 2 iştirakçımız bu Olimpiya oyunlarında var. Və inanıram ki, növbəti oyunlarda bizim burada yetişən yerli idmançılarımız bizi təmsil edəcəkdir. İlk yarış gününün qalibi Gürcüstanlı Nika Tsiklauri olub. İsveçrəli Nikita Anner ikinci, Özbəkistanlı Səbinə Rəcəbova isə üçüncü yeri tutub. Azərbaycanda qonşu ölkədə qalib gəldim. İlk dəfədir ki, bu yarış ölkənizdə keçirilir. Şahdağın trasları çox gözəldir. İnsanlar isə mehribandır. Bu, mənim üçün maraqlı təcrübə oldu. Azərbaycan Qış İdman Növləri Federasiyasının təşkilatçılığı ilə ölkədə ilk dəfə olaraq qadınlar arasında keçirilən Azərbaycan Open Xizək yarışının ilk mərhələsi başa çatdı. Qarşıdakı günlərdə xizəkçilər slalom və gigant slalom növlərində mübarizə aparacaq. Azərbaycan Open Beynəlxalq turnirinə yanvarın 10-unda yekun vurulacaq.